Mən Rəsul Tayrov, özüm əslən Qarabağlıyam. Bu günlərim bilmirəm niyə sizin qonağınızam. Rəsul bəy, verilişimizə xoş gəlmisiniz. Sizə milyoner deyək, yoxsa milyarder? Əslində nə milyoner, nə də ki milyarder. Yəni elə bir hesab kitab yoxdur ki, onun mən adını deyə bilim. Nəyim ki, milyarder deyən. Müəllim, o düzdürmü pulla xoşbəxtlik olmur? Yox, qəşəng də olur, pulla xoşbəxtçilik olur. Prosto ki, məsələn, ürəyim sıxılır, mən gedirəm bir dənə ölkə alıram. Onun xoşbəxtçılığı cəmi bir saatdır. Sonra ölkədən onsuz da cəmaat yaşayır burada. Nə var? Mal qalmayacaqlar. Sizin səsinizi bütün dünya eşitsəydi, sözünüz nə olardı? Bütün dünya eşitsəydi, mən Rəsul Tayrov olaraq demək istəyərdim ki, qardaş, bir oliqarxadan 500 manat olan adam çıxıb bir kəlmə, bir söz danışan kimi, görsənən kimi, hamı deyir ki, bunun niyə 500 manatı var? Hamı bunu araşdırır. Qardaş, get sən bir özünü araşdır ki, sənin niyə 500 manatın yoxdur? Bir müəllim çıxıb danışanda, savadlı adam çıxıb danışanda heç kim demir ki, məndə niyə bu savaddan yoxdur? Bildin? Amma mən çıxıb söz deyən kimi elə hamı deyir ki, mənimdə niyə bu puldan yoxdur? Belə deyil, qardaş. Gid özünə bir iş tap da.